Anadan gəlmə ürək qüsurları dölün inkişafı dövründə meydana çıxan anormallıqlardır. Daha çox hansı xəstəliklərə rast gəlmək olur? Qulaqcıqlar arası çəpər defekti, botalax acağının açıq qalması, mədəciklər arası çəpər defektləri. Ürək qüsuru olan ananın dünyaya gətirdiyi körpədə də ürək qüsurlu doğulması ehtimal 50%-in üstündədir. Bu doğru məlumatdırmı? Atada və ya anada anadan gəlmə ürək qüsuru varsa, bunların uşağında anadan gəlmə ürək qüsurununla doğulma ehtimalı 2,5% artır. Ürək xəstəliklərini ümumiyyətlə dərmanla müalicə etmək mümkündür, yoxsa əməliyyat qaçılmazdır? Söhbət anadan gəlmə ürək xəstəliyindən gedirsə, bunların heç bir dərman müalicəsi yoxdur. Bəs uşaqlarda ürək qüsurları onların həyat keyfiyyətlərinə necə təsir edirmi? Elə anadan gəlmə ürək qüsuru var ki, hətta uşağı normal qidalanmağa imkan vermir. Adi diş müalicəsində, diş çəkimində, hər hansı bir qanlı prosedurda mütləq şəkildə antibiotik verib sonra prosesi davam elətdirmək lazımdır. Doktor, uşaqlarda bəzən o qazanılmış ürək xəstəlikləri də olur da. Onlar necə yaranır? Qazanılma ürək xəstəlikləri, belə deyim, ən çox səbəbi revmatizm xəstəliyidir. Əczaçılıq şirkətlərindən biri qanda xolestərinin səviyyəsini yüksəltməkdən məsul olan zülalı hədəf alan həblər hazırladığını elan edib. Heyvanlar üzərində aparılan təcrübələr artıq xəstəliyin qarşısının alınmasında əla nəticələr göstərib. Növbəti addım insanlar üzərində klinik sınaqdadır. Nəticə müsbət olarsa, yeni dərman statinləri yan təsirlər olmadan əvəz edə biləcək. Kaliforniya Universitetinin tədqiqatçıları alkoqolizmin müalicəsi üçün yeni üsul tapıblar. Onlar hesab edirlər ki, spirtli içkilərdən asılılıq beynin müəyyən nahiyələrinin həddindən artıq aktivliyi ilə bağlıdır. Bu aktivlik azaldılsa, spirtə olan həvəs də azalar. Bu üsul hələ tədqiqat mərhələsindədir. Amma gələcəkdə spirtli içkilərdən asılılıqla mübarizədə effektiv vasitə ola bilər. Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Baku Medi izləyirsiniz. Sizdən studiyada mənəm Könül Quliyeva. Bildiyiniz kimi, ürək-damar sağlamlığı həyatımızın əsas sütunlarından biridir və bu sahədə düzgün diaqnoz və müalicə çox vacibdir, xüsusilə uşaqlarda. Elə mövzumuzu ətraflı araşdırmaq üçün studiyamıza tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin dosenti, Yeni Klinika Ürək-Damar Mərkəzinin rəhbəri Qalib İmanovu dəvət etmişik. Qalib doktor, xoş gördük sizi, xoş gəldiniz studiyamıza. Çox sağ olun, təşəkkür edirəm. Qalib doktor, uşaqlarda anadan gəlmə ürək qüsurları hansılardır? Demək, anadan gəlmə ürək qüsurları o qüsurlar adlanır ki, bunlar ana bətnində olarkən uşaq dölün inkişafı dövründə, ürəyin formalaşdığı dövrdə hər hansı bir xəstəlik nəticəsində, hər hansı bir patologiya nəticəsində meydana çıxan anormallıqlardır. Bu defekt şəklində ola bilər, artıq toxuma inkişafı şəklində ola bilər. Bu baxımdan uşaq doğulandan artıq bu qüsurla doğulur, bu xəstəliklə doğulur və sonraki həyatı boyu və ömrünün sonuna qədər bu xəstəlik, bu qüsur həmin uşağın həyatını müşayiət eləyir, belə deyək. Və bu qüsurlar çox sadə qüsurlardan mürəkkəbə doğru geniş spektra malikdir. Belə ki, elə qüsurlar var ki, həyatı boyu misal üçün insanı narahat eləmir. Bunu hətta müalicə etmək belə lazım gəlmir. Ömür boyu bu qüsurla yaşayır, normal həyatını davam edir, ailə qurur, ailəsini, nəslini davam etdirir. Lakin elə qüsurlar da var ki, bu qüsurla yeni doğulmuş uşağın həyatı yaşaması mümkün deyil bir arada və bunlar anadan olan kimi dünyasını dəyişir, ana bətnindən kənarda yaşaya bilmir. Bu cür mürəkkəb qüsurlar da var əlbəttə ki. Ona görə bu cür qüsurların diaqnostikası, İndi bilirsiniz, texnologiya çox inkişaf eləyib, elədiyi kimi tibbdə də yeni texnoloji metodlar tətbiq olunur və bunların sayəsində ana bətnindəykən bu qüsurları diaqnoz qoymaq mümkündür və artıq bunun əsasında həkim anaya məsləhət görür ki, doğum hansı şəraitdə ola bilər. Misal üçün, ciddi bir anadan gəlmə ürək qüsurundan uşağın doğumu mütləq şəkildə böyük bir xəstəxanada həyata keçirilməlidir ki, uşaq doğulan kimi ona lazım olan yardım göstərilsin. Hətta yeni doğulmuş uşaqlarda belə yəqin eşitmişsiniz, ürək-damar cərrahiyyəsi tətbiq oluna bilir uşağın həyatda qalması üçün. Bu müalicələr, yəni bu əməliyyatlar bir dəfəlik oluna bilər və yaxud da bir neçə etapda
1, 2, 3 etap əməliyyat olmaqla uşağı həyatda saxlamaq mümkün olsun. Təşəkkür edirəm doktor. Bəs ən çox rast gəlinən anadan gəlmə ürək qüsurları hansılardır? Daha çox hansı xəstəliklərə rast gəlmək olur? Ən çox rast gəlinən anadan gəlmə ürək qüsurları 2 taylı aort qapağı deməsək, bu artıq xəstəlik sayılır. Çünki 2 taylı aort qapağı ilə 15% insanlar doğulur və ömür boyu hər hansı bir narahatçılıq, şikayət ortaya çıxmadan belə normal həyatını davam elətdirə bilir. Lakin bundan başqa qulaqçıqlar arası çəpər defekti, botal axacağının açıq qalması, mədəciklər arası çəpər defektləri, bunlar ən çox görülən və ən sadə anadan gəlmə ürək qüsurlarıdır. Doktor, siz az əvvəl qeyd etdiniz ki, anadan gəlmə ürək qüsurunu hamiləlik zamanında müəyyən etmək mümkündür. Hansı müayinələrdən keçməlidir ana olmağa hazırlaşan xanımlarımız ki, bəs əgər belə bir qüsur varsa, onun qarşısını vaxtında alsınlar? Bu cür qüsurların diaqnozunu adətən ginekoloq genetik xəstəliyin olub-olmamasını nəzərə alır, hamiləlik periodunda keçirdiyi xəstəlikləri nəzərə alır və bunların əsasında hansı ana dölə baxmaq üçün, dölün ürəyini müayinə etmək üçün hansı müayinə metodunun vacib olduğunu və müddətini təyin eləyir. Onun əsasında döl ultrasəs müayinəsindən keçərkən, buna biz fetal ekokardioqrafiya deyirik. Fetal ekokardioqrafiya ilə dölün ürəyində hər hansı bir defektin olub-olmaması aşkar olunur. Bunu da adətən artıq dölün 18-ci həftəsindən, yəni ürək formalaşdıqdan sonra diaqnozunu qoymaq mümkündür və orada qısa bir period var ki, o periodda bunu idarə etmək, yönləndirmək mümkün olsun. Doktor, bir də belə bir məlumat var ki, əgər anadan gəlmə ürək qüsuru olan ananın dünyaya gətirdiyi körpədə də ürək qüsurlu doğulması ehtimal 50%-in üstündədir. Bu doğru məlumatdırmı? Belə deyim, ümumiyyətlə cəmiyyətdə 1%, yəni hər 100 uşaqdan biri anadan gəlmə ürək qüsurundan doğula bilir. Lakin ailədə, atada və ya anada anadan gəlmə ürək qüsuru varsa, bunların uşağında anadan gəlmə ürək qüsurundan doğulma ehtimalı 2,5% artır. Yəni mütləq olacaq deyə bir şey yoxdur. Sadəcə o riski 2,5 dəfə artırmış olur. Aydındır. Doktor, bəs yeni doğulmuş körpənin ürəyində qüsur olduğunu göstərən əsas əlamətlər hansılardır? Bayaq qeyd etdiyim kimi bu qüsurların növündən asılı olaraq, belə ki, qüsurların bir çoxu heç bir əlamət vermir. Amma elə qüsurlar da var ki, bunlar ciddi şikayətlə, ciddi narahatçılıqla, yəni yeni doğulmuş uşaqda ortaya çıxır. Bunlardan ən çox rast gəlinəni uşaq doğulduğu andan tənginəfəsliyin olmasıdır. Uşaq hətta o qədər tənginəfəs olur ki, normal süd əmib çəkisini artıra bilmir. İnkişafdan qalır. Bəli, tənginəfəslik buna imkan vermir. Bundan başqa ən çox görülən anadan gəlmə ürək qüsurunun əlaməti sianozdur. Sianoz göyərmə, dodaqlarda, selikli qışalarda, hətta dırnaqlarda, məsələn, dırnaq yataqlarında göyərmənin olması şəklində özünü biruzə verir. Bundan başqa, düzdür, kiçik uşaqlar belə ağrı hiss etməzlər. Xüsusilə də anadan gəlmə ürək qüsurlarında hər hansı ağrı uşağı narahat eləməz. Ən çox rast gəlinən, dediyim kimi, tənginəfəslik və sianozun olmasıdır. Bu əlamətlər olduğu zaman mütləq şəkildə həkimə müraciət etmək lazımdır və bu periodda xəstəxanada olduğu üçün onsuz da neonatoloq, yəni yeni doğulan uşağı təqib edən həkim lazım olan müayinələrdən keçirir uşağı. Aydın, doktor, bəs ürək xəstəliklərini ümumiyyətlə dərmanla müalicə etmək mümkündür, yoxsa əməliyyat qaçılmazdır? Söhbət anadan gəlmə ürək xəstəliyindən gedirsə, bunların heç bir dərman müalicəsi yoxdur. Bəzi qüsurlar var ki, bu qüsurları müəyyən müddət veririk ki, əgər uşağa hər hansı bir zərər vermirsə, təqib edirik və bu qüsurlar öz-özünü bərpa olunur. Misal üçün, kiçik mədəcik rastı çəpər defektləri var ki, bunları adətən məktəb yaşına qədər gözləyirik. Uşaq böyüdükcə ürəyi də böyüyür və orada toxumaları inkişaf etdikcə həmin dəliklər öz-özünə bağlanır. Bu mədəcik rastı çəpər defekti də ola bilər, qulaqçıq rastı çəpər defekti də ola bilər. Lakin elə anadan gəlmə ürək qüsurları var ki, onlar mütləq şəkildə cərrahi əməliyyata məruz qalmalıdır, cərrahi korreksiya ilə düzəldilməlidir. Misal üçün, böyük mədəcik rastı çəpər defektləri, bunlar artıq öz-özünə düzələ bilməz və bu anadan gəlmə ürək qüsurlarının heç bir dərman müalicəsi də yoxdur. Burada verilən dərman müalicəsi sadəcə simptomatikdir. Ortada olan əlamətləri, narahatçılığı ortadan qaldırmaq üçün. Misal üçün, tənginəfəsliyi varsa, dərman veririk ki, o tənginəfəsliyi ortadan qalxsın. Amma o qüsuru heç bir dərmanla müalicə etmək mümkün deyil. Doktor, bəs uşaqlarda ürək qüsurları onların həyat keyfiyyətlərinə necə təsir edirmi? Əlbəttə ki, ciddi bir anadan gəlmə ürək qüsurundan söhbət gedirsə,
Bunlar həmin uşaqların inkişafına ciddi təsir eləyir. Bayaq qeyd elədiyim kimi, elə anadan gəlmə ürək qüsuru var ki, hətta uşağı normal qidalanmağa imkan vermir. Bu normal qidalanmadığı üçün normal çəki almayacaq, inkişafdan qalacaq və bayaq qeyd elədiyimiz kimi sianoz məsələn, sianoz göyərmə dediyimiz bu odur ki, anadan gəlmə uşağın saturasiyası, qanda oksigen səviyyəsi aşağı olur. Məsələn 70-75 olur. Aydın məsələdir. Normal insanlarda bu 96-98%dirsə, 70-75 saturasiya ilə digər orqanlar, digər toxumalar da normal inkişaf etməyəcək. Bu uşaq mütləq şəkildə inkişafdan qalacaq. Hər hansı bir orqan baxımından və yaxud da fiziki olaraq inkişafdan qalmış olacaq. Aha, doktor, uşaqlarda bəzən aritmiya müşahidə edirik. Bu nə dərəcədə təhlükəlidir? Aritmiyanın da növləri var, amma uşaqlarda mən belə deyim, ən çox rast gəlinən aritmiya tənəffüs aritmiyasıdır. Bu nə ilə bağlıdır? Çox vaxt bunun səbəbi bəlli deyil nə ilə əlaqədardır. Mən sizə izah edeyim. Bu cür aritmiya ilə rastlaşdığı zaman, məsələn, bunu ana da hiss eləyə bilər uşağında və yaxud uşağın özü də deyə bilər ki, mənim ürək döyünməm var və hər hansı həkim buna baxdığı zaman deyəcək, yəni sənin aritmiyan var, amma əslində bu tənəffüs aritmiyası heç bir qorxusu, heç bir təhlükəsi yoxdur və bu yaşla öz-özünə keçib gedir. Bunu müalicə etməyə ehtiyac da yoxdur. Amma elə aritmiya növləri var ki, əlbəttə ki, bunlar həyati təhlükəlidir, həyati qorxuludur və bunların doğru təqib edib, doğru yönləndirmək lazımdır ki, hər hansı bir təhlükə ilə qarşılaşmasın həmin uşaq. Doktor, anadan gəlmə ürək qüsuru ilə doğulmuş uşaqlar idmanla məşğul ola bilərmi? Bu nə dərəcədə düzgündür? Anadan gəlmə ürək qüsurlarının qeyd elədiyim kimi sadə növlərində, misal üçün kiçik qulaqçıq arası çəpər defekti, kiçik mədəcik arası çəpər defekti idmanla məşğul olmağa heç bir maneə törətmir. Amma ciddi, məsələn, fallotetradası kimi bir anadan gəlmə ürək qüsurunda belə deyim, fiziki aktivlik onsuz da mümkün deyil. Hətta bəzi ağır formalarında adi gündəlik həyat tərzinə aid olan hərəkətləri yerinə yetirə bilmir. Özünə qulluq eləyə bilmir. O dərəcədə ciddi əlamətlərlə özünü göstərir və bunların fiziki işlə, idmanla məşğul olması mümkün deyil əlbəttə ki. Aydın, bəs o uşaqlara qayğı necə göstərilməlidir? Valideynlər necə qayğı göstərməlidir həmin uşaqlara, ürək qüsuru ilə doğulan uşaqlara? Ürək qüsuru ilə doğulan uşaqlara əlbəttə ki, mütləq şəkildə müalicəsi üçün vacib olan şərtlər yerinə yetirilməlidir. Dediyimiz kimi, bunun dərman müalicəsi yoxdur. Korreksiyası baxımından həkim nə məsləhət versə, o müalicədən keçməlidir, o əməliyyatdan keçməlidir, o əməliyyat olunmalıdır ki, bərpa olunsun. Amma əsas ailənin və valideynlərin üzərinə düşən əməliyyatdan sonraki perioddur. Əməliyyatdan sonra bu uşağa necə baxmaq, bu uşağa idman olar, olmaz və yaxud da olarsa hansı növləri. Həkim nəzarəti altında. Bəli, həkim nəzarəti altında. Hətta bunlarda əgər qalıq defekt varsa, misal üçün qapaq çatışmazlığı və yaxud da əməliyyat vaxtı hər hansı bir süni protez istifadə olunubsa, bu uşaqlarda infektiv endokardit dediyimiz çox qorxulu bir patologiya var, hansı ki, həmin xəstə qapaq nahiyəsinə və yaxud protez nahiyəsinə infeksiya oturur və bu həmin vəziyyəti daha da ağırlaşdırır. Çox qorxulu və ölüm riski yüksək olan bir patologiyadır. Valideynlər ona ehtiyat etməlidir, ondan qorumalıdır. Misal üçün, adi diş müalicəsində, diş çəkimində, hər hansı bir qanlı prosedurda mütləq şəkildə antibiotik verib sonra prosesi davam elətdirmək lazımdır, proseduru davam elətdirmək lazımdır. Aydın, doktor, vaxt tutaq ki, uşaq ürək qüsuru ilə dünyaya gəlib və müalicə olunub, sağalıb. Gələcəkdə hər hansısa bir problem yarana bilərmi? İlk başdan qeyd elədiyim kimi, uşaq bu anadan gəlmə ürək qüsuru ilə doğulur. Müalicə olunsa da, olunmasa da bu qüsur ömrünün axırına kimi o uşaqlandır. Ona görə də, bəli, hər etapında, hər yaş dövründə müəyyən patologiyalar var ki, ortaya çıxır. Misal üçün, anadan gəlmə ürək qüsuru olmayan bir insan da yaşadığı dövrdə ürək xəstəliyinə tutula bilir. Misal üçün, damar tıxanması deyək və yaxud da əzələ xəstəliyi deyək ürəyin. Bir də bunlar anadan gəlmə ürək qüsurunun üstünə gəldiyi zaman problemi daha da artırır. Bu baxımdan bu cür anadan gəlmə ürək qüsurundan uşaqların sonraki həyat dövründə, yeniyetmə çağında, orta yaş dövründə, ahıl yaş dövründə ciddi aritmiyalarla üzləşmə ehtimalı, ürək çatışmazlığı ilə üzləşmə ehtimalı çox yüksəkdir və bunlar da mütləq şəkildə yenə də müalicə və müdaxilə tələb edir əlbəttə ki. Doktor, uşaqlarda bəzən o qazanılmış ürək xəstəlikləri də olur da. Onlar necə yaranır? Qazanılma ürək xəstəlikləri, belə deyim, ən çox səbəbi revmatizm xəstəliyidir. Revmatik qızdırma deyilir buna. Bu ən çox 5-15 yaş arasında təzahür eləyir və bu dövrdə
hər hansı bir qapağı, ürək klapanlarının birini zədələyir. Misal üçün, bu ola bilər aortal klapan olsun, ola bilər mitral klapan olsun. Bu infeksiya klapanı zədələdiyi üçün qapaqda ya çatışmazlıq və yaxud da darlıq əmələ gəlir. Amma xəstələr müraciət elədiyi zaman, misal üçün, 50 yaşında biri gəlir ki, mənim revmatizmim var, bu doğru deyil. Əslində, revmatizm 5-15 yaş arasında olur və ondan sonra olma ehtimalı çox aşağıdır. O buraxdığı iz, qapaqda, klapanda buraxdığı iz yenə də qazanılma ürək qusuru hesab olunur və insanın ömrünün sonuna qədər onu təqib eləyir. O baxımdan bu xəstə dərman müalicəsi də ehtiyacı ola bilər, dərman da qəbul etməli ola bilər, həyatı boyu əməliyyata da məruz qala bilər. Yəni qazanılma ürək qusurunun anadan gəlmə ürək qusurundan fərqi budur. Yəni yaşadığı periodda qazandığı bir xəstəlikdir. Aha. Doktor, infeksiyalar var ki, uşaqlarda ürək xəstəliyinə səbəb olur. Bu infeksiyalar hansılardır? Ən çox dediyim kimi revmatizm xəstəliyidir, ürəyi zədələyən. Bu adi bildiyimiz streptokok infeksiyası, boğaz infeksiyasını törədən mikrobla bu eyni mikrobdur. Revmatizm xəstəliyini törədən mikrob. Ən çox bu səbəb ola bilər. Bundan başqa adi virus infeksiyalarında, misal üçün, ürəyin əzələsi zədələnə bilər. Bu gətirib ürək çatışmazlığına səbəb ola bilər. Ən çox rast gəlinən uşaqlarda ən çox xəstəlik törədən mikroorqanizmlər demək olar ki, bu ikisidir. Doktor, qazanılmış ürək xəstəliklərinin qarşısını almaq ümumiyyətlə mümkündür, yoxsa yox? Qazanılmış ürək xəstəliklərinin qarşısını almaq, belə deyim, revmatizm, bayaq qeyd elədiyimiz kimi, ən çox səbəbi revmatizmdir. Revmatizmin qarşısını almağın, yəni törədicini, əgər məsələn tez-tez boğaz infeksiyası keçirən bir, tonzilit keçirən bir uşağı həkimə aparmaq və vaxtında üstünə düşüb, lazımdırsa bunun vaksinini vurdurmaq, boğaz sanatsiyasını vaxtında elətdirmək və daimi burun-boğaz həkiminin nəzarəti altında olması məsləhətdir. Çünki bu revmatizmlə nəticələnsə, revmatik qızdırma keçirsə, mütləq şəkildə çox böyük ehtimalla ürək qapaqlarından hər hansı birini zədələyəcək. Amma başqa cür, bayaq qeyd elədiyim kimi, ikitaylı aort qapağından doğulan insanlar var. Bunlar 15% təşkil edir bütün populyasiyanın. Bunlarda bəli, həyatı davam etdikcə bu iki taylı aorta qapağı ya qapaq çatışmazlığı və yaxud da qapaq darlığına gətirib çıxara bilir. Bu adətən 50 yaşından sonra özünü göstərir və bundan heç cür qorunmaq mümkün deyil. Çünki bu normal həyatın axarıdır və qapaqlarda baş verən prosesi heç nə ilə durdurmaq mümkün deyil. Yəni bunun dərman müalicəsi də yoxdur. Sadəcə dediyim kimi qapaq çatışmazlığı və yaxud da qapaqda darlıq əmələ gəlsə, bunu cərrahi yolla o qapaq ya təmir olunur, ya da dəyişdirilir. Doktor, uşağın ürəyində küy eşidilirsə, bu mütləq ki, xəstəlik əlamətidir, yoxsa yox? Küy iki cür ola bilər, yəni doğulmuşlarda. Bir funksional küy ola bilər, bir də patoloji küy ola bilər. Funksional küy səbəbləri çoxdur. Bu adətən uşaqlarda olur. Bu nədən ola bilər? Misal üçün qızdırması varsa, həmin vaxtı temperaturu varsa, qan azlığı varsa, ürək döyünməsi çoxdursa, məsələn, funksional küy eşidilə bilər. Amma patoloji kuylərdə ürəkdə qüsur olduğu zaman eşidilir və bu ciddi bir problemdən xəbər verir. Ona görə patoloji küylə funksional küyü bir-birindən necə ayırmaq olar soruşsaz, bunu ancaq həkim ayırd edə bilər. Ekokardioqrafiya müayinəsindən keçəcək uşaq və orada dəqiqləşdiriləcək uşağın ürəyində qüsur var, yoxsa yoxdur. Uşaqlarda ürək probleminin erkən diaqnozu üçün hansı müayinələrdən keçirilməlidir? Ən sadə və ən çox yayılmış ürək müayinəsi elektrokardioqramma çəkmək və ekokardioqrafiya müayinəsindən keçirmək. Ekokardioqrafiyada bildiyimiz adi ultrasəs müayinəsidir. Bu kifayət eləyir ki, uşağın ürəyində hər hansı patologiyanın olub-olmamasını dəqiqləşdirilsin. Bəs uşaqlarda ürək xəstəliklərinin qarşısını almaq üçün valideynlər nə etməlidirlər? Anadan gəlmə ürək qusurlarından söhbət gedirsə, səbəbi tam bilinmədiyi üçün hamiləlik vaxtı keçirilən bir sıra xəstəliklər, məsələn, qızılça kimi xəstəlik ana bətnindəykən dölə təsir edə bilər və döldə ürək formalaşdığı zaman defektlərin əmələ gəlməsinə, ürək qusurlarının meydana gəlməsinə səbəb ola bilər. Bu baxımdan hamilə qadın ancaq öz gigiyenasına riayət eləyəcək, bunun başqa bir yolu yoxdur. Digər tərəfdən, fetal ekokardioqrafiyadan danışdıq bayaq, ana bətnində ultrasəs nəticəsində, ultrasəs köməyi ilə uşağın ürəyində hər hansı bir qüsurun olub-olmamasına diaqnoz qoymağın bir yoludur və həkim məsləhəti ilə bu müayinədən keçməlidir və uşağın ürəyində defekt varsa və bu defekt, bu qüsur həyatla bir uzlaşmırsa, yəni
uşaq doğulandan sonra ömrü boyu əziyyət çəkəcəksə, 1, 2, 3 əməliyyatla belə düzəlməyəcəksə, bəzən həkim komandası, burada ginekoloq olur, yeni doğulmuşlarla məşğul olan neonatoloq olur və pediatrik kardioloq. Ailə ilə danışır, ola bilər ki, bu hamiləliyi sonlandırmaq lazım olsun. Bu da ilk 6 ayda həyata keçirilməlidir ki, 6 aydan sonra artıq bu abort sayılmır, bu doğum sayılır. Ona görə o periodda diaqnozun qoyulub, uşağın dünyaya gətirilib-gətirilməməsinə qərar vermək çox vacibdir. Doktor, ürək-damar cərrahiyyəsi nə zaman qaçılmaz olur? Ümumiyyətlə, bu sualım tək uşaqlara aid deyil, elə böyüklərə də. Çox maraqlı sualdır əlbəttə ki, bəzi xəstəyə məsləhət görürsən ki, get bu dərmanları iç, deyir, bəlkə mənim əməliyyata ehtiyacım var. Bəzi xəstəyə deyirsən, əməliyyat olun, deyir, bəlkə dərmanla idarə eləyək bu xəstəliyimi. Bu baxımdan, bəli, bunun qərarını həkim verir həmişə. Tam diaqnoz qoyulduqdan sonra bütün xəstəliklərin protokol müalicəsi var. Yəni, bu xəstəlik Azərbaycanda da belə müalicə olunur. Xəstə İrana, Turana, Amerikaya getsə də eyni diaqnoz qoyulub, eyni cür protokolla müalicə olunacaq. Bu protokollarda artıq yer alıbdır ki, nə vaxt dərman müalicəsi, nə vaxt əməliyyat olunmalıdır xəstəyə. Ona görə bir çox ürək xəstəlikləri var ki, bu sadəcə dərmanla təqib olunur, dərmanla idarə olunur. Amma artıq dərmanla idarə olunması mümkün olmayanda və dərman müalicəsi kömək etmədiyi zaman əlavə prosedurlara ehtiyac olur. Misal üçün, miokard infarktı keçirmiş bir xəstəni dərmanla da müalicə edə bilərsən. Ona ürəyinə angioqrafiya edib stent də qoymaq mümkündür. Lazım olduğu zaman şuntlama əməliyyatı, yəni açıq ürək əməliyyatı da oluna bilər. Doktor, bəs hansı əlamətlər ürək damarlarının tıxanmasına işarə edir? Ürək damarlarının tıxanmasının ən çox, belə deyim sizə, ağrı şəklində özünü göstərir. Bu kəskin ola bilər, bir də xroniki ola bilər. Bəzi pasientlərdə yeridiyi zaman sinəsində, döş sümüyü arxasında yanma, göynəmə şəklində bir ağrı olur. Amma bunun hərəkətlə, fiziki və psixoloji stresslə əlaqəli olması çox vacibdir. Bu ürək əlamətidir, ürək damarında tutulma əlamətidir. Buna stenokardiya deyirik və bunun kəskin halı odur ki, ani olaraq heç vaxt olmayan bir ağrı yeni ortaya çıxır, tutur və buraxmır ağrı. Bu artıq kəskin prosesdən xəbər verir, yəni miokard infarktından xəbər verir. Özünü eyni zamanda tənginəfəsliklə, ciddi tərləmə ilə, ağrı ilə müşayiət olunan tərləmə ilə özünü göstərə bilir və qeyd elədiyim kimi əsasən gərginlikdən sonra olur. Emosional gərginlik və yaxud da fiziki gərginlikdən sonra. Doktor, siz az əvvəl açıq ürək əməliyyatlarından danışdınız. Açıq ürək əməliyyatı nə zaman qaçılmaz olur? Açıq ürək əməliyyatı o zaman lazım olur ki, ürəkdə olan patologiya, bu qapaq xəstəliyi də ola bilər, ürəyin damar xəstəliyi də ola bilər, dərmanla müalicə etmək mümkün olmasın. Misal üçün, ürəkdə 3 böyük damar var. Bu damarların birində darlıq olsa, məsələn, bunu açıq ürək əməliyyatı etmədən də dərmanla və yaxud da həmin darlığa stent implantasiya etməklə həll etmək mümkündür. Amma bəzi hallar var ki, damarlar yaygın xəstəliklidir, çox yerdə darlıq var, xəstənin yanaşı olaraq şəkər xəstəliyi var, kontrolsuz hipertoniyası var. Bu hallarda stentlə, dərmanla xəstəni müalicə etmək yox, açıq ürək əməliyyatı, aortokoronar şuntlama əməliyyatına ehtiyac ola bilər. Eyni zamanda ürəyin klapanları var, bildiyiniz kimi 4 klapan var ürəyin içində və o klapanların xəstəliklərində bəzilərini qapalı yolla, yəni dərmanla, bəzisini qapalı yolla, dediyim kimi invaziv yolla, damardan girməklə o qapağı genişləndirmək və yaxud da dəyişmək mümkündür. Əməliyyat etmək olur. Amma dediyim kimi bəzi klapan patologiyalarını qapalı yolla eləmək mümkün deyil. Yenə də xəstə açıq ürək əməliyyatına gedir. Doktor, ürək damarlarının tutulması hansı fəsadlara gətirib çıxara bilər? Əlbəttə ki, ürək damarları müəyyən bir toxumanı, ürəyin əzələsinin müəyyən hissəsini qidalandırır. Bildiyiniz kimi, ürək əzələvi orqandır, hər tərəfi əzələdir və oranı damarlar qan aparmaqla qidalandırır. O damar tıxandığı zaman həmin əzələ hissəsinə qan getmir və orada nekroz, həmin əzələnin çürüməsi baş verir. Bu özünü dediyim kimi kəskin şəkildə göstərirsə, bu miokard infarktıdır. Xəstə miokard infarktı keçirir. Əsas burada tutulan damar böyük damardır, kiçik damardır. Damarın yuxarı hissədən tıxanıb, yoxsa aşağı hissədən bu önəmlidir. Çünki onun qidalandırdığı sahə o qədər böyük və ya kiçik ola bilər. Və
Nəticədə xəstədə ortaya ilk növbədə miokard infarktı çıxacaq və xəstə bu zaman miokard infarktının ağırlaşmaları ilə, fəsadları ilə üzləşə bilər və bundan əlavə bir son etapı, belə deyək, ortada müəyyən əzələ hissəsinin sıradan çıxdığı üçün ürəyin pompa gücü zəifləyir, ürəyi yığıla bilmir və nəticədə ürək çatışmazlığına səbəb olur. Doktor, bypass əməliyyatı nə zaman həyata keçirilir və necə həyata keçirilir və bu nə dərəcədə təhlükəlidir? Belə deyim, bypass əməliyyatı qeyd elədiyimiz kimi ürək damarlarında belə deyək, yayılmış tıxanma, daralma varsa, o damarları başqa damarla əvəz etmək əməliyyatıdır. Bu hansı damarla əvəz olunur soruşsaz, bu insanın özündən götürülən başqa orqanlarda, belə deyək, bəzi hissələrdə bu damarın sayı bir neçə dənə olur məsələn. Ona görə bir hissəsini götürməklə xəstəyə zərər vermiş olmursan. O damardan qrif hazırlanır, süni damar hazırlanır və o həmin daralma olan, ürək damarında daralma olan hissədə əlavə yol rolu oynayır. Bu 1 də ola bilər, 2 də ola bilər, 3 də ola bilər, 5 də ola bilər. Bypass əməliyyatı bu deməkdir. Yəni ingiliscədən mənası da budur. Yəni yan keçmə mənası verir. Və çox damar xəstəliyində, şəkərli diabet xəstələrində əsasən həyata keçirilir. Əməliyyatın riski var əlbəttə ki, normal riski nələrdən ibarət? Yanaşı xəstəliyi olmayan insanlarda, belə böyrək xəstəliyi yoxdursa, ağciyər xəstəliyi yoxdursa, bu risk əlbəttə ki 3-5%-ə qədər ola bilər. Doktor, və stent qoyulması ilə bypass əməliyyatı arasındakı fərq nədir? Stent qoyulması açıq əməliyyat deyil, qapalı əməliyyat. Bu da əməliyyat, amma qapalı əməliyyatdır. Bu hər hansı bir damardan girməklə stent düz ürəyə qədər müəyyən şlankın, belə kateterin içərisi ilə aparılır və darlıq olan nahiyədə şişirilir və darlıq ortadan qalxır. Amma bypass əməliyyatı o damarı başqa damarla əvəzləməkdən ibarətdir. Ona görə əgər bir damarda, iki damarda anatomik olaraq, yəni yerləşməsi uyğundursa, stentlə problem həll olunur. Yox, əgər çox damar xəstəliyi varsa və yanaşı xəstəlikləri çoxdursa pasiyentin, o zaman aorta koronar şuntlama əməliyyatı yerinə yetirilir. Doktor, bəs bu əməliyyatlardan sonra o reabilitasiya prosesi necə həyata keçirilir? Belə deyim, stentləmədən sonra xüsusi bir reabilitasiyaya ehtiyac yoxdur. Çünki xəstə narkoz almır. Qapalı yolla olur, ancaq yerli keyitmə ilə olunur və hardan girilirsə orada sadəcə bir iynənin izi qalır. Bu baxımdan əgər infarkt keçirməyən stabil bir xəstədirsə, heç bir reabilitasiyaya ehtiyac yoxdur. Sabahsı günü qalxır və öz işini davam eləyir. Bəs qidalanma rejimi necə tənzimlənməlidir, yoxsa xəstə əməliyyatdan sonra nə istəyir, necə istəyir qidalana bilər? Yox, əlbəttə ki, xəstənin özünün artıq əməliyyat olmasa belə, özünün xüsusi bir pəhriz forması, rejim forması var. Əsas reabilitasiya, bayaq soruşdunuz, onu cavablandırım. Aorta koronar şuntlama əməliyyatından sonra pasiyentə lazım olur. Çünki pasiyentin döş qəfəsi açılmış olur və böyük bir neçə saat narkoz almış olur, yəni süni anesteziya almış olur. Ona görə bu xəstələrin əməliyyatdan sonra bir müddət reabilitasiyaya ehtiyacı olur. Müəyyən hərəkətləri eləmək olar, müəyyən hərəkətləri eləmək olmaz. Hətta bəzi xəstələrə, çəkisi artıq olan xəstələrə korset gəzdirmək lazım olur. Amma o ki qaldı rejimə, fiziki olaraq rejim təyin olunur əlbəttə ki, ürək xəstəsi ümumiyyətlə ən azı gündə məsləhət görürük 30-35 dəqiqə və yaxud da 5000 addım yerisin sürətdir. Artıq çəki mümkün olan qədər qurtarmaq lazım artıq çəkidən. Qidalanma rejimi onsuz da ürək xəstələrinə yağlı yeməklər, duzlu yeməklər məsləhət görülmür. Bir mənalı şəkildə tütün istifadəsindən imtina eləməlidirlər. İçki miqdarını və içki sayını azaltmalıdırlar. Misal üçün həftədə 3 dəfə yox, 1 dəfə və yaxud da bir də miqdarını mütləq şəkildə azaltmalıdırlar. Bəli, elə bütün xəstəliklərdə olduğu kimi tütündən istifadə, alkoqoldan istifadə və artıq çəki ziyanımıza işləyir də, belə deyək. Bəs əməliyyatdan sonra yenidən damar tıxanıqlığı baş verə bilərmi? Əlbəttə ki, bu xəstəlik davam eləyir. Orada damar tıxanması xəstəliyin, ürəyin işemik xəstəliyinin bir ağırlaşmasıdır. Ya stent qoyulsa və yaxud da əməliyyat olunsa, o ağırlaşma ortadan qaldırılır. Amma xəstəlik davam elədiyi üçün, pasiyent özünə baxmasa, dərmanlarını qəbul eləməsə, həyat rejiminə düzgün əməl eləməsə, dəyişdirilən damar, qoyulan stent hətta tutula bilir təkrar, darala bilir. Eyni zamanda digər
patologiya olmayan yerdə də yenidən darlıq və ya tutulma əmələ gələ bilir. O baxımdan rejimə əməl etmək bu xəstələr üçün çox vacibdir. Məsələn, xüsusi dərmanlar var ki, statin dediyimiz dərmanlar var. Damarda daralmanın və tutulmanın qarşısını alan yeganə dərmandır. Bir çox xəstələr bunun birbaşa təsirini hiss eləmədiyi üçün bu dərmanı bir müddət sonra buraxırlar, imtina eləyirlər. Amma bu nə ilə nəticələnir? 3 il, 5 il sonra təkrar damar tutulması ilə müraciət eləyir. Doktor, siz bayaq qeyd etdiniz ki, ürək-damar xəstəliyindən əməliyyat olunmuş şəxslər yürüyüş etməklə artıq çəkidən azad olmalıdırlar, bu mütləqdir. Və bir də ki, əgər mümkünsə, hansı növ idman növlərindən istifadə edə bilərlər? Əsasən, belə deyim sizə, bu pasiyentlər yaşlı nəsil olduğu üçün, yaşlı dediyimiz, yəni 50 yaşın üstünə daha çox təsadüf etdiyi üçün stent implantasiyası olmuş və yaxud da aorta koronar şuntlama əməliyyatı keçirmiş xəstələr, bunlara daha çox yerimək məsləhət görülür. Normal yumşaq ayaqqabı geyinib, yerimə bandında yox, normal yolda yerimək daha faydalıdır. Üzmək ola bilər, velosiped sürmək ola bilər. Amma belə bir xəstənin, misal üçün, fitness zalına gedib fitnesslə məşğul olmağı məqsədə uyğun deyil. Doktor, ürək-damar xəstəliklərində genetik faktor nə dərəcədə rol oynayır? Mən sizə deyərdim, ürək-damar xəstəliklərinin risk faktorları var. Bunların içində də ən vacibi, ən önəmlisi genetik faktordur. Genetik dediyimiz bu problem ailədə varsa, ailə üzvlərindən birində olma ehtimalı çox yüksəkdir. Ona görə bəzi xəstələr var ki, bunlar çox yüksək risk daşıyırlar. Misal üçün, sadaladığımız risk faktorları, bunlar hansılardır? Ailə anamnezdə, yəni ailəsində varsa, bunda olma ehtimalı dedik yüksəkdir. Siqaret istifadəsi varsa, təzyiq xəstəsidirsə, artıq çəkisi varsa, tutaq ki, qidalanması normal deyilsə, bu pasiyentlərdə ürək-damar xəstəliyinin ortaya çıxma ehtimalı çox yüksəkdir və bunların da içində ən çox əhəmiyyət verdiyimiz risk faktoru ailəvi risk faktorudur. Bəli. Doktor, qadınlarla kişilərin ürək-damar xəstəlikləri fərqlidirmi? Belə deyim sizə, yaş etibarilə müəyyən yaş var ki, o yaşa qədər kişilərdə ürək xəstəliyi daha çox olur. Misal üçün, qadınlarda menopauz yaşına qədər, bunu 45-50 yaş hesablasaq, o perioda qədər kişilərdə ürək-damar xəstəliyi daha çox olur. Menopauz yaşından sonra qadınlarda bu bərabərləşir artıq. Kişilərlə qadınlarda ürək-damar xəstəliyinin ortaya çıxma ehtimalı bərabərləşir. Doktor, sonda izləyicilərimizə nə tövsiyə edərsiniz sağlam qalmaq üçün? Bu dəqiqə nəzərinizə çatdırmaq istəyirəm ki, ürək-damar xəstəliyi dünyada ən çox ölüm səbəbidir. Bu baxımdan nə qədər ciddi xəstəlik olduğunu, nə qədər qorunmanın vacib olduğunu hər kəs yəqin ki, anlayır, başa düşür. Bu baxımdan bayaq qeyd elədiyimiz risk faktorlarından uzaq durmaq lazımdır. Misal üçün, irsiyyətə heç nə ilə təsir eləmək mümkün deyil. Amma ən azından sənin irsi faktorun varsa, vaxtlı-vaxtında həkimə getməyin, qanda xolesterin səviyyəsinə riayət etməyin, artıq çəkiyə riayət etməyin və zərərli vərdişlərdən uzaq durmağın, bunlar özü belə ürək-damar xəstəliyindən ən yaxşı qorunma yoludur. Təşəkkür edirəm doktor, studiyamıza gəldiyinizə görə, suallarımızı ətraflı cavablandırdığınıza görə çox sağ olun. Siz sağ olun. Hörmətli tamaşaçılar, siz Baku Medizdədiz. Növbəti həftə eyni vaxtda, eyni məkanda yenidən görüşəcəyik. Sağ olun, sağlıqla qalın.